Bu nə qiymətlərdir? Siz də bunu görürsünüz. Mən hələ 3 manata içi dolu, üzəri çiyələkli və kremalı böyük ölçüdə kruasan görməmişəm. Məncə bu dadı, bu qiymətə başqa yerdə çətin taparsınız. Bura Əhmədlidə yeni açılan şirniyyat cənnəti Bona Cake'dir. Bu gördüyünüz böyük ölçüdə püstəli kruasan cəmi 2 manat 50 qəpikdir. Şokoladlı və sadə muffinin qiyməti cəmi 1 manat idi. En sevdiğim ıslak kekin qiyməti isə cəmi 2 manat idi. Türk və milli paxlavası da var idi və qiymətləri burada olduqca münasibdir. Hər gün şirniyyatlar yeni gəlir, hətta gündə neçə dəfə vitrin yenilənir. Cəmi 1 manata Dubai şokolata da var idi. Mən bu gördüyünüz tiramisu tortu da aldım. Vitrində o qədər maraqlı və fərqli şirniyyatlar var idi ki, bilmirdim hansını seçim. Hətta viral olan Cedar Grulet'in püstəli deserti də var idi. Belə isti havalarda bunlara özəl maraqlı kokteyllərin dadı çox möhtəşəm idi. Desertlərin dadına söz yoxdur, ona görə hansını daha çox bəyəndim deyə bilmərəm. Bona Cake'in başqa filialları da var, amma mən getdiyim filial Əhmədlidə yerləşir. Metronun çıxışında Zoluşka mağazanın düz yanında.